oyuncaqlar sən otaqdan çıxanda həqiqətən canlanırsa? 1995-ci ildə ekranlara çıxan Toy Story sadəcə uşaqlar üçün çəkilmiş cizgi film deyildi. O, animasiya tarixini dəyişdirən bir layihədir. Hekayənin mərkəzində balaca Andy'nin ən sevimli oyuncağı, Kovboy Woody dayanır. O, otaqda bütün oyuncaqların lideridir. Ancaq bir gün Andy'yə yeni oyuncaq, müasir və cəsur kosmos qəhrəmanı Baz hədiyyə edilir. Bazın gəlişi ilə Woody'nin illərdə sahib olduğu ən sevimli oyuncaq statusu təhlükə altına düşür. Əvvəlcə bir-birinə rəqib olan Woody və Baz təsadüf nəticəsində evdən uzaq düşürlər. Onları isə oyuncaqlara işgəncə verməyi sevən, Sid adlı uşaq gözləyir. Evə qayıtmaq üçün iki rəqib bütün fərqlərini bir kənara qoyur və birlikdə mübarizə aparırlar. Filmin əsas mesajı isə çox sadədir. Əsl dostluq rəqabətdən daha güclüdür. Kadr arxasında isə bizi çox maraqlı faktlar gözləyir. Toy Story dünya kino tarixində tamamilə kompüter qrafikası ilə hazırlanmış ilk tam metrajlı animasiya filmi oldu və bu uğur animasiya sahəsində yeni dövrün başlanğıcı hesab edilir. Filmin hazırlanması təxminən 4 il çəkib. O dövrün kompüterləri ilə cəmi bir kadrın render edilməsi isə zaman-zaman 30 dəqiqədən 15 saata qədər vaxt tələb edib. Əvvəlki ssenaridə Woody mehriban yox, xeyli əsəbi və aqressiv xarakter kimi nəzərdə tutulub. Test nümayişlərindən sonra yaradıcı heyət obrazı tamamilə yenidən işləyərək ona daha isti və səmimi rol yazıblar. Məhz bu dəyişiklik filmin uğurunda mühüm rol oynayıb. Bazın adı isə aya ayaq basan ikinci insan kimi tarixə düşən ABŞ astronavtı Buzz Aldrinindən ilhamlanaraq seçilib. Filmdə Andy'nin otağındakı divar kağızındakı buludlar isə sonradan Pixar studiyasının ən tanınan vizual simvollarından birinə çevrilib və digər filmlərdə də dəfələrlə istifadə olunub. Film yayımlandıqdan sonra oyuncaq satışlarında əsl partlayış yaşanıb. Xüsusilə Buzz'ın fiqurları mağazalarda qısa müddətə tükənib. Toy Story milyonlarla tamaşaçının sevgisini qazandı və animasiyanın gələcəyini dəyişdi. Daha maraqlı filmlər üçünsə bizi izləməyi unutmayın.